Mənlə danışan ermənilər hamısı soruşur. Kamran, mən sənə ünvanı desəm, gedib mənim evimə baxa bilərsən. Bəlkə qapısı indiyənə qədər bağlıdır. Mən açarı qoymuşam orada, bir dünə sən deyərəm orada. Açarsan bəlkə arendaya verirsən onu. Həyasızlığa. O da deyir ki, mən bağlanmışam, getmişəm də. Çox, kim bilir. Götür, arendaya ver, 50-50 göndər mənə. Yarı. O da göndər, pulu qazanaq da. Belə təkliflər o. Birisinin də evi var, deyirdi. Burada hardasa Axund bağın yanında ikinci mərtəbədə 4 otaqlı bir saray. O birisinin Targovu'da. O bu birisinin 5 otaqlı villa Əhmədlidə. Amma da deyir, get bax necədir, şəklini göndər. Çox maraqlı. Bəlkə açarını göndərin, Bəli, gələsən. çoxsu düşünürdük ki, qayıdacaqlar. Ona görə nə dəyişdilər evləri, nə də satdılar. Ona görə açarı kiməsə verdilər və gizlədilər. Beləsi var, çoxdur. İndiyənə qədər bilirəm ki, Bakıda bəlkə bir